İrəvandan Bakıya təklif. Ermənistan Azərbaycanla quru sərhədi açmaq istəyir. Report erməni kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, bunu Ermənistanın İqtisadiyyat naziri Gevorg Papoyan bəyan edib. Mənim fikrimcə, hazırda Ermənistan və Azərbaycan arasında quru sərhədin açılması üçün çox yaxşı vaxtdır. Elə ki, Ermənistan sərhədinə qədər dəmir yolu ilə gətirilən yüklər multimodal üsulla yük maşınlarına yüklənərək Ermənistan-Azərbaycan quru sərhədindən daşına bilər. Düşünürəm ki, nə Ermənistanda, nə də Azərbaycanda buna mane ola biləcək şərait yoxdur. Onun sözlərinə görə, əvvəllər Azərbaycan-Ermənistan tranzitinin Gürcüstan dəmir yolları vasitəsilə qiyməti nisbətən yüksək və rəqabətə davamsız hesab olunurdu. Lakin danışıqlar hələ də davam edir. Bir tərəfdə Gürcüstan dəmir yolu şirkəti, digər tərəfdə isə taxıl və ya benzin idxal edən şirkətlər var. Təbii ki, onların danışıqlar aparması və ən optimal variantı tapması lazımdır deyə Papoyan vurğulayıb. Ermənistanın baş naziri Nikol Paşinyansa Gürcüstan dəmir yolları ilə yük tranziti tarifləri məsələsini şərh eləyərkən qeyd edib ki, əgər bu məsələ həll olunmasa, təbii olaraq təsərrüfat subyektləri idxal və ixracı təmin etmək üçün alternativ yollar axtarmağa başlayacaqlar.